Hər vaxtınız xeyir olsun. Bugün sizinlə milli mətbəximizin incilərindən olan yarpaq dolmasının hazırlanma qaydasını bölüşürəm. Yarpaqların saplaq hissəsini təmizlədikdən sonra bol suda bir neçə dəfə yuduqdan sonra geniş bir qaba əlavə edirəm. Üzərindən qaynar su əlavə edib 5 dəqiqə müddətində isti suda yarpaqları gözlədirik. Dolmada 800 qram qoyun əti və 200 qram quyruqdan istifadə etdim. Əti və quyruğu ardından 3 ədəd böyük boy soğanı ət maşından keçirdik. Göyərtilərdən keşniş, şüyüd və nanədən istifadə edirəm. Ədviyyatlardan duz, qara istiot və sarı kök. 200 qramlıq stəkanın başı 2 barmaq əskik yumru düyü. İlk öncə göyərtiləri doğrayırıq. Sizlər istəsəniz göyərtini ət maşından keçirə bilərsiniz. Mən bu dəfə doğrayaraq dolmada istifadə edirəm. İstifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində də qeyd etdim. Keşnişi, şüyüdü, ardından nanəni də bacardığım qədər xırda doğrayıram. Ətin üzərinə bütün hazırlamış olduğumuz ərzaqları əlavə edib içliyi hazırlayırıq. Öncə soğanı, ardından göyərti, öncədən bir neçə dəfə yuduqdan sonra düyünü də əlavə edirəm. Ən sonunda ədviyyatları da əlavə edərək qarışdırırıq. Əgər sizdə ət yağlı deyil, yaxud quyruqdan istifadə etmirsinizsə, bir qədər çərə yağından da istifadə edə bilərsiniz. Əgər ləzzətli dolmanın alınmasını istəyirsinizsə, ərzaqların dadı bir-birinə yaxşı keçsin deyə təxminən 5 dəqiqə müddətində gördüyünüz kimi qarışdırırıq. Ət hazırdır. Yarpağın suyunu tam süzdükdən sonra gördüyünüz qayda ilə kənarlarına qabını düzürəm. Belə hazırladıqda dolmanı hazırlamaq daha asan və tez başa gəlir. Təzə yarpaqla dolma daha gözəl, daha ləzzətli olur. Siz də nə qədər mövsümüdür hazırlayıb nuş edə bilərsiniz. Yarpağın qışa saxlanması haqqında da kanalımda videolar var. İstəsəniz linkini videonun açıqlama hissəsinə qeyd edirəm. Oradan buyurub baxa bilərsiniz. Yarpağın tam mərkəz hissəsinə ət yerləşdirirəm və gördüyünüz qayda ilə bükürəm. Elə bükürəm ki, kənarlarda açıq qalmasın, yəni bişən zaman içliyi kənara dağılmasın. Hər birini eyni qaydada hazırlayıb qazana yığıram. Dolmanı bişirən zaman əlavə sudan istifadə etməyəcəyəm. Elə öz suyundaca dolmanı bişiririk. Bütün dolmalar hazırdır. Qazan alırıq ocağa və qapağını bağlayıb qısıq odda dolmanın öz suyunu salmasını gözləyirik. Ocağı əsla gür etmirik. O zaman dolma yana bilər. Dolma öz suyunu gördüyünüz kimi yetər qədər salıbdır. Elə vam odda qoyuruq tam bişib hazır olsun. Dolma bişdi, yağa düşdü. Artıq hazırdır. İsti-isti nuş etmək olar. Mən əlavə yağdan istifadə etmədim. Ətin öz yağı və quyruq yetərli oldu. İnanılmaz dadlı, ləzzətli bir dolmadır. Sizlər də bu reseptlə hazırlaya bilərsiniz. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.